Nəticəsində keçmiş Sovetlər Birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. 1995-ci ilin iyul ayında Heydər Əliyevin sədrliyi ilə müstəqilliyə xidmət edəcək, insan hüquq və azadlıqlarının qorunmasını təmin edəcək Azərbaycan Respublikasının ilk milli konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edilmişdir. Biz elə bir layihə, yüksək məsuliyyət hissi ilə kömək göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu unutmamalıyıq. Diqqətinizə görə təşəkkür edirəm və konferansın işinə uğurlar arzulayıram. Hörmətli Qalparmanın, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları. 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan olunması, hüquqi dövlət quruculuğu prosesində konstitusiyanın mühüm rolunu, onun cəmiyyətin hərtərəfli inkişafında, dövlət suverenliyinin təminində oynadığı əvəzsiz rolu bir daha gündəmə gətirilmişdir. Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazası yox, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirərək özündə hiss etdirən, insanlara həll aşılayan, dövlət idarəsinin çelik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir. Ümumilikdə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ayrı məqsəd, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı məqamı dayanır. İnsan şəxsiyyətinin toplumluğu, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Sülh, xalqımıza rifah, dövlətimizə davamlı inkişaf arzulayıraq. Diqqətinizi görə sağ olun. Bizə birinci panel müzakirəmizə başlayırıq. Panel müzakirəmiz Konstitusiyanın hüquqi dövlətin formalaşmasında və milli suverenliyin qorunmasında roluna həsr olunub. Bu mövzu Azərbaycan Respublikasının müstəqil dövlətçilik sistemində Konstitusiyanın əsas hüquqi baza kimi əhəmiyyətini, hakimiyyət bölgüsü, vətəndaş hüquqları və dövlət məsuliyyəti prinsiplərinin həyata keçirilməsindəki rolunu əhatə edir. Panel çərçivəsində hüquqşünaslar, tədqiqatçılar və ekspertlər Konstitusiyanın suveren dövlətçilik modelinin davamlılığını təmin etmək əsas səyirlərdən biri kimi funksiyasını müzakirə edəcəklər. Bu müzakirə həm hüquqi düşüncə təmsilinin inkişafına, həm də vətəndaşların dövlət idarəçiliyində fəal iştirakının təşviqinə xidmət edəcək. Dəvət olunur hüquq elmləri doktoru, Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi, məhkəmənin sədri vəzifəsini icra edən Şəhriyar Əliyev. Dəvət olunur Naxçıvan şəhər məhkəməsinin hakimi Aslan Heydərov. Dəvət olunur Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin Humanitar Siyasət Komitəsinin sədr müavini Əziz Baxsın. Moderator kürsüsündə dəvət olunur Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin təhlili şöbəsinin aparıcı məsləhətçisi Turac Əlizadə. Panel müzakirənin işinə uğurlar arzulayırıq. Ali Məclisində. Moderator o söz verəcək. Dəyərli konferans iştirakçıları, mən də öz növbəmdə hər birinizi salamlayıram. Qeyd etmək istəyirəm ki, bu il, yəni 2025-ci il, Azərbaycan Respublikası Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Çünki biz zəfərimizin 5-ci ilini və qanunvericiliyimizin əsası olan ali və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyamızın 30-cu il dönümünü qeyd edirik. Bu münasibətlə hər birinizi təbrik edirəm və vaxtınızı çox almadan panel müzakirəmizə başlamaq istəyirəm. Müzakirəmizin
İlk öncə qaydalarını bildirmək istəyirəm. Bizim ilk panel müzakirəmizə yarım saat vaxt ayrılmışdır. Mən hər birinizə bir və ya iki sual ünvanlayacağım və bu sualların hər birinə təxminən 5 dəqiqə vaxt ayırmağımız kifayətdir. Və ilk olaraq sualımız Hüquq elmləri doktoru Bakı Şəhər Xətai rayon məhkəməsinin hakimi, məhkəmənin sədri vəzifəsini icra edən Şəhriyar Əliyev ünvanlamaq istəyirəm. Şəhriyar bəy, bildiyiniz kimi Azərbaycan hüquqi dövlət olaraq insan hüquq və azadlıqlarının qorunmasına xüsusilə diqqət yetirir. Elə buna görə də konstitusiyamızın hamımızın bildiyi kimi üstəlik hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Bu kontekstdə sizə belə bir sual vermək istəyirəm. Son illərdə məhkəmə təcrübəsində konstitusiyamızda əks olunmuş bu hüquqların təmin edilməsi və tətbiqi sahəsində hansı müstəqilliklər müşahidə olunur? Biz də oxuyuruq. Sualımıza görə çox sağ olun. Hörmətli Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar müəllim, hörmətli dəyərli konferans iştirakçıları, ilk öncə suala keçməzdən əvvəl mən sizə dəyərli təşəkkürümü bildirirəm ki, mənə də fürsət verib bu konferansda iştirakım mümkün oldu. Biz Xətai rayon məhkəməsinin hakimləri kimi mən və Rafael müəllim Sadıqov bugünkü tədbirdə iştirak edirik. Bu yüksək tribunadan öz mülahizələrimizi, öz fikirlərimizi bu müqəddəs ildə bu sərəncamdan irəli gələn məsələlərlə bağlı müzakirələrdə bir yerdə iştirak edirik və fikirlərimizi bölüşdürürük. Bu il bizim üçün doğma ildir. Ona görə də biz bura təşəbbüs göstərmişik və sağ olun ki, hər bir bu tədbirdə bizi də bu tədbirə dəvətlə şərait yarattığına görə zəhməti olan hər kəsə öz minnətdarlığımı bir daha bildirirəm. Bəli, insan hüquq və azadlıqları amili ilk öndə qeyd edeyim ki, ulu öndər üçün əsas istiqamətlərdən biridir. Konstitusiyanın qəbulu prosesi bildiyimiz kimi burada oturanların əksəriyyətində yaşadığı bir dövrə təsadüf ölçü edir. Çox seçmək-seçik bir dövrüdür, ağır bir dövrüdür. Bu dövrdə hakimiyyətə gəlmək, yəni xalq eşitliklə üzünü ulu öndərə tutaraq, yəni Naxçıvan məkanına tutaraq ulu öndəri hakimiyyətə dəvət etdi və hər dəfə olduğu kimi də ulu öndər həssaslıqla demək, bu təşrifi qəbul edədi və öz hakimiyyət gücünü, məsuliyyətini gözlərində götürdü. Yəni, konstitusiyanın qəbulu dövrü də o dövrdə təsadüf edirdi. Yəni, dövlətçiliyin parçalanması, vətəndaş müharibəsi dövrü, iqtisadiyyətin çökməsi, Sovet dövrünün iflasa uğraması, köhnə qanunların işləməməsi yeni dünya nizamında bu böyük bir problem idi, böyük çətinliklər törədirdi. Ona görə də qarşıya qoyulmuş məqsədlərdən biri yeni konstitusiyanın qəbulu ilə demək, ölkədə qanunvericilik sisteminə və yaxud da dövlət hakimiyyətinə yeni təkan vermək. Bu konstitusiyanın qəbulunda önəmli faktordan biri insan hüquq və azadlıqları məsələsidir ki, həmişə ulu öndərin bu diqqət mərkəzində olmuşdur. Beynəlxalq münasibətləri çox yaxşı bilən, dövlətçiliyi dərindən bilən, zəkat sahibi insan hüquq və azadlıqlarına da bu nöqteyi nəzərdən geniş yer vermişdir. Yəni, dünya nizamında insan hüquq və azadlıqlar hörmət etməsi beynəlxalq münasibətlərin əsas prinsip kimi tədarük, yəni qəbul olunmuşdur. Ona görə də bu geniş formada konstitusiyada yer almışdır. Yəni, 3-cü və 2-ci bölmənin 3-cü fəsli bütövlüklə 48 maddədən ibarət konstitusiyada yer almışdır bu maddələr. Burada əsas önəmlən konstitusiyanın 12-ci maddəsi bu istiqamətdə diqqət edə bilərəm, yəni sizin diqqətə çatdıra bilərəm ki, bu da dövlətin məqsədi adlı maddəsidir. İnsan hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi
edilməsi dövlətin ali məqsədi kimi elan olunur və burada həm də nəzərdə tutulur ki, insan hüquq və azadlıqlarının tətbiq edilməsi beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Yəni, bu qədər yüksək, belə deyək, önəm verir bu öndə insan hüquqlarına. Yəni, insan hüquqlarının dövlətin milli məsələsi kimi deyil, eyni zamanda universal qəbul edilən prinsiplər kimi bunu qeyd edir və haqlı olaraq bu mövqedən çıxış edir. Məhkəmələrdə də bu istiqamətli, yəni konstitusiyanın maddələri, yəni insan hüquq və azadlıqlarının beynəlxalq hüquqa uyğun olaraq tətbiq edilməsi məhkəmə sistemində də özünü göstərir. Qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edən əsas amillərdən biri öncə qeyd edilir, hər üç hakimiyyət qolunun öz fəaliyyətində insan hüquqları amilinə üstünlük verməsidir. Yəni, dövlətlə insan hüququ amili bu üç hakimiyyət qolunu birləşdirir. Digər tərəfdən, yəni hakimiyyətin digər hüququ dövlət amili ilə bağlı qeyd edildiyi kimi, lakin məhkəmə hakimiyyətində, belə deyək ki, hüquqi dövlətin və dövlət təminatı mülki nəzərdən məmnunluğun, şəffaflığın təmin edilməsi son dövrü məhkəmə islahatlarının əsas istiqamətini təşkil edir. Qeyd edildiyi sərəncamlar və son dövrdə 2000 demək 19-cu il 3 aprel məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikasının fərmanı bir növ bunun yol xəritəsi kimi dəyərləndirilə bilər. Yəni, məhkəmədə şəffaflığın təmin edilməsi, məhkəmədə etimadın gözlənilməsi bunun əsas istiqamətləri kimi mən qeyd edə bilərəm. Çox böyük islahatlar həyata keçirilmişdi vaxtilə bu imkanlar.